Əziz dostlar, Əhlüsünnədən olan bəzi qardaşlarımız belə bir iddia ilə çıxış edirlər. Bidət lüğətdə e, əvvəldən olmayan bir şeyi ixtira etməkdir. Bir şeyi ixtira etməkdir, hansı ki onun mislində əvvəldə heç bir şey olmayıb. Bidət lüğətdə bu deməkdir. Şəriətdə bidətin mənası isə odur ki, necə ki bəzi alimlər deyiblər ki, şəriətdə bidətin mənası odur ki, dində ixtira olunmuş bir yoldur, dində ixtira edilmiş bir yoldur, dini yola oxşayır, onun üzərində getməkdən əsas məqsəd Allaha daha çox ibadət etməkdir. Gəlin, yəni qardaşlar, bu tərifə nəzər salaq. Yəni, ən məşhur təriflərdən də İmam Şatibinin verdiyi tərifdir. Birinci deyir ki, dində ixtira olunmuş yoldur. Yəni, dində deyildikdə artıq buradan nə çıxır? Dünyavi məsələlər çıxır. Yəni, dünyada olan yeni gələn, yeni çıxan texnologiyalar və s. miniklər bunlara bidət deyilmir. Yəni, birincisi bidət, dində olan bidət məzəmmət olunur. Əgər kim bir şeyi ixtira eləyərsə və onu dinə nisbət eləyərsə, məzəmmət olunan bidət budur. İxtira olunub, onun nə kitabdan, nə də sünnədən heç bir əsli yoxdur. Dəlil yoxdur üzərində. Nə kitabdan dəlil var, nə sünnədən var, nə icmadan, nə də ki, şəriətin qaydaları heç biri ona dəlilət etməyib. Və şərii məsələlərə oxşayır. Yəni, görürsünüz ki, şərii ibadətlərə oxşayır. Zikir kimidir, namazdır, namaza bənzir və əsas məqsəd də nədir? Üzərində əsas məqsəd Allaha ibadət etmək. Yəni, bidət əhlinin əsas məqsədi əslində, yəni bidət əhli deyəndə ki, filan kəs bidət edir, onun bidətindən çəkindirməyin və insanın əsas məqsədi olur ki, Allaha ibadət etsin, Allaha yaxınlaşsın. Elə bidətin əsas məqsədi nədir? Bidətin əsas məqsədi Allaha yaxınlaşmaq və Allaha daha çox ibadət etməkdir. Burada deyilənlərlə bağlı bir neçə məqama diqqət yetirək. Birinci məqam. Fərman İsayev qardaşımızın çıxış etdiyi videoda bu yazı diqqətimizi çəkdi. Şiələr və sufilər bidətin nə olduğunu əsl mahiyyəti ilə anlamırlar. Əvvəlcə bu iddiaya cavab olaraq qeyd etmək lazımdır ki, şiələr bidətin nə olduğunu əsl mahiyyəti ilə çox dəqiq və aydın şəkildə anlamış və izah etmiş, bu mövzuda zəngin elmi irs ərsəyə gətirmişlər. Şiə mənbələrinə müraciət edən hər kəs bunun şahidi ola bilər. Şiələrin ən erkən hədis mənbələrindən olan Əl-Kafi əsərində Allah Rəsulundan belə nəql edilir. Kullu bid'atin dalalə və kullu dalalə finnar. Bütün bidətlər zəlalətdir, azğınlıqdır və hər bir zəlalət oddadır. Şeyx Əl-Kuleyni, Əl-Kafi, cild 1, Kitab-əl-İman vəl-Kufr, Bab-əl-Bid'a, hədis 1. Eyni məzmunlu hədis Əhl-i-Sünnənin də ən mötəbər mənbələrində nəql edilmişdir. Bütün bidətlər zəlalətdir. Səhih Muslim, Kitab-əl-Cuma, hədis 867, Sunan-ət-Tirmizi, hədis 2676. Bu hədislərdən çıxış edərək istər şiə, istərsə də sünni alimləri bidəti zəlalət, yəni azğınlıq olaraq səciyyələndirmişlər. 9-10-cu əsrlərin görkəmli şiə alimi Şeyx Kuleyni özünün məşhur Əl-Kafi əsərində Əl-İman vəl-Kufr kitabı daxilində bidət mövzusuna Bab-əl-Bid'a adlı xüsusi bir bölmə həsr etmiş. Burada Əhl-i-Beyt imamlarından bidətin azğınlıq olduğu, qadağan edildiyi və dinin təhrifinə aparan bir amil sayıldığına dair hədislər nəql etmişdir. 10-cu əsrin böyük şiə alimi Şeyx Əs-Saduq bidətlə bağlı bunları yazır. Bizim etiqadımıza görə bidətlər haramdır və hər bir bidət zəlalətdir. Şeyx Əs-Saduq Əl-İtiqadat Əl-İmamiyyə səhifə 97. Onun müasiri olmuş şiə alimi Şeyx Əl-Mufid bidəti belə tərif edir. Bidət, kitabdan və sünnədən dəlil olmadan nə isə dinə əlavə etmək və ya ondan azaltmaqdır. Şeyx Əl-Mufid Təshihu İtiqadat Əl-İmamiyyə səhifə 61. Digər görkəmli şiə alimi Şeyx Tusi isə bidəti belə tərif etmişdir. Bidət
bidət dindən olmayan bir şeyi dinə daxil etməkdir. Şeyx Ət-Tusi Əl-Uddə fi Usulil Fiqh cild 2, səhifə 357. Beləliklə ilkin dövrlərdən etibarən Şiə alimləri bidəti çox aydın şəkildə dində olmayan bir şeyin dinə daxil edilməsi kimi tərif etmiş və onun haram olduğunu bildirmişlər. Fərman qardaşımız çıxışında 14-cü əsrdə yaşamış Əhl-i-Sünnə alimi İmam Şatibinin bidətə dair verdiyi məlum tərifi söylüyor. Ən məşhur təriflərdən də İmam Şatibinin verdiyi tərifdir. Birinci deyir ki, dində ixtira olunmuş yoldur. Şahidi olduğumuz kimi İmam Şatibinin bu tərifi ondan 4 əsr əvvəl Şeyx Mufid və Şeyx Tusi kimi Şiə alimlərinin verdiyi tərifləri təkrarlayır və bidətin çərçivəsini dindəki yeniliklərlə məhdudlaşdırır. Amma bunu da qeyd edək ki, sələflərin tez-tez sələf alimləri kimi təqdim etdikləri erkən dövr əhli hədis alimləri Peyğəmbərin bütün bidətlər zəlalətdir hədisindən çıxış etmiş, bidəti sünnənin əksi kimi dəyərləndirmişlər. Bu mənada Quran və sünnədə gəlməyən hər bir yenilik bidət kimi qəbul edilməlidir. Belə ki, hədisdə hərfi olaraq bütün bidətlər deyilir. Yalnız dindəki bidətlər yox, sünnənin Allah Rəsulunun sözü, feili və təqririndən ibarət olduğunu nəzərə alsaq, bunlardan kənar hər bir yeniliyin bidət olduğu anlaşılır. 9-cu əsrin məşhur Əhl-i-Sünnə alimi İmam Əhməd İbn Həmbəl bidət anlayışına geniş çərçivədə yanaşaraq demişdir. Bizim yanımızda sünnənin əsasları Rəsulullahın səhabələrinin üzərində olduqları yola bağlı qalmaq və yenilikləri tərk etməkdir. Çünki hər bir bidət zəlalətdir. Hibətullah Lalikai Şərh-i Usuli İtiqadi Əhl-i-Sünnə cild 1, səhifə 156. Eyni yanaşmanı İmam Malik İbn Ənəsdə də görmək mümkündür. O, bidət anlayışını istisnasız və ümumi ifadə ilə dəyərləndirərək demişdir. İnsanlar onu gözəl hesab etsələr də, hər bir bidət zəlalətdir. İbn Bəttə Əl-İbanə Əl-Kubra cild 1, səhifə 339. 13-cü əsrin məşhur Əhl-i-Sünnə alimi İmam Əz-Zəhəbi demişdir. Belə ki, sələfin üzərində olmadığı hər bir şey bidətdir. Əz-Zəhəbi Siyar-ı Aləmən Nübəla cild 10, səhifə 292. 13-cü əsrin məşhur sünni alimi İmam Ən-Nəvəvi Səhih Müslim əsərində nəql edilən bütün bidətlər zəlalətdir hədisinin şərhində yazır. Şəriətdə bidət sonradan ortaya çıxarılan və şəriətdə əsli olmayan şeydir. İmam Ən-Nəvəvi Şərh-ü Səhih Müslim cild 6, səhifə 154. Hədisdəki bütün bidətlər ifadəsini hərfi mənada başa düşsək, onda Allah Rəsulu dövründə olmayan, başqa sözlə şəriətdə dəlili olmayan hər bir şey, o cümlədən hazırda istifadə etdiyimiz kompüter və ya telefon, televizor, mindiyimiz maşın, təyyarə, qatar, yaxud bank kartı və s. də bidət sayılar. Lakin zaman keçdikcə ictimai həyatın mürəkkəbləşməsi və yeni şəraitin ortaya çıxması ilə bu ifadənin hərfi mənada tətbiqinin real olmadığı aydın olmuşdur. Nəticədə ictihad məktəbinin təsiri ilə sonrakı dövr Əhl-i-Sünnə alimləri öz təriflərində bidət anlayışının çərçivələrini müəyyən etmiş, qadağan olunan bidətin yalnız dinə daxil edilən yeniliklərdən ibarət olduğunu qeyd etmişlər. Bu mövqedən çıxış edən İmam Əş-Şatibi bidəti belə tərif edir. Bidət dində uydurulmuş bir yoldur. Şəriətə bənzədilir və onunla getməkdə məqsəd Allah Taalaya ibadətdə mübaliğə etməkdir. İmam Əş-Şatibi Əl-İtisam cild 1, səhifə 37. Xülasə, günümüzdə istər Əhl-i-Sünnə, istərsə də Şiə alimlərinin ümumi qənaətinə görə dində bidət Qurana, sünnəyə və ya şəriət dəlillərinə söykənməyən ibadət və savab niyyəti ilə sonradan dinə daxil edilən yeniliklərdir. Bu baxımdan prinsip etibarilə bidət məsələsində Şiə və Sünni yanaşması mahiyyətcə eynidir. İkinci məqam. Fərman qardaşımızın bu dediklərinə diqqət yetirək. Yəni birincisi bidət dində olan bidət məzəmmət olunur. Əgər kim bir şeyi ixtira eləyərsə və onu dinə nisbət eləyərsə, məzəmmət olunan bidət budur. Və əsas məqsəd də nədir? Üzərində əsas məqsəd Allaha ibadət etməlidir. Bu yanaşmanı nəzərə alaraq qardaşımıza, eləcə də bidət məsələsində bu mövqedən çıxış edən digər qardaşlarımıza 3 sual ünvanlamaq istərdik. Birinci sual.
Bidəti dində ixtira olunmuş bir yol kimi açıqlayırsınız və qeyd edirsiniz ki, bidət əhlinin əsas məqsədi həmin əməllə Allaha yaxınlaşmaq, Allaha ibadət etməkdir. Belə isə doğum gününü, yeni ilin gəlişini yaxud bahar bayramını qeyd etmək necə bidət və haram sayıla bilər? Halbuki heç kəs bunu Allaha ibadət olaraq, din olaraq, dini ayin olaraq etmir. Bir el adət-ənənəsi kimi keçirir. Bu halda bu cür mərasimləri bidət adlandırmaq sizin öz tərifinizlə ziddiyyət təşkil etmirmi? Bidətin əsas məqsədi nədir? Bidətin əsas məqsədi Allaha yaxınlaşmaq və Allaha daha çox ibadət etməkdir. İkinci sual. Namaz dini bir ibadət olaraq qəbul edilir və möminlər namazı Allaha yaxınlaşmaq üçün qılırlar. Müvafiq olaraq namaza dair bütün hökmlərin şəriətdə dəlilə söykənməsi vacibdir. Məlum olduğu kimi nə Quranda, nə də sünnədə təravih adlı namaz yoxdur. Buna baxmayaraq əsrlərdən bəri əhl-i-sünnə qardaşlarımız Ramazan ayında Allaha yaxınlaşmaq məqsədi ilə məscidlərdə cəmaət halında təravih adlandırdıqları namazlar qılırlar. Diqqət çəkən məqam ondan ibarətdir ki, Quranda və sünnədə gəlmədiyi üçün namazdan sonra Allah qəbul eləsin, yaxud cümə günündə cümə gününüz mübarək kimi xoş söz və duaların deyilməsini bidət hesab edən bəzi qardaşlarımız eyni zamanda Quran və sünnədə bu adla gəlmədiyi halda Ramazan gecələrində qılınan nafilə namazlarını təravih namazları adlandırırlar. Belə olduqda sual ortaya çıxır. Ramazan ayında qılınan gecə namazları hansı dini dəlilə əsasən təravih adlandırılır? Təravih namazı ifadəsinin özü bidət deyilmi? Bundan əlavə, Ramazan ayında bu namazların məscidlərdə cəmaət halında qılınmasının şəriət dəlili nədir? Qeyd edək ki, xəlifə Ömər bin Xəttab Ramazan ayında məsciddə cəmaət halında nafilə namazlarının qılındığını gördükdə bu əməli belə dəyərləndirmişdir. Ni'məl bidətu həzihi. Bu nə gözəl bir bidətdir. İmam Əl-Buxari, Cami-əs-Səhih, Təhəccüd kitabı, hədis 2010. Belə olduğu halda Peyğəmbərin dövründə cəmaatla qılınmayan, sonradan Ramazan ayında təravih adı ilə bu namazları məscidlərdə cəmaatla qılmaq bidət hesab edilmirmi? Axı sizin tərifinizə görə söylədiyiniz bütün xüsusiyyətlər burada göz önündədir. Üçüncü sual. Qeyd etdiyimiz kimi namaz dini bir ibadətdir və müvafiq olaraq Peyğəmbərin qıldığı şəkildə yerinə yetirilməlidir. Əhl-i-sünnə hədislərinə görə Peyğəmbər torpaq, daş, çınqıl, həsir və sair kimi şeylər üzərində səcdə etmiş, lakin heç vaxt xalça üzərində səcdə etməmişdir. Sələf alimlərindən İbn Qayyim Əl-Cəvziyyə yazır. Allahın Rəsulu heç vaxt səccadə üzərində namaz qılmamışdır. Səccadə onun qabağında da sərilməzdi. Əksinə, o yerdə namaz qılardı. Bəzən gil üzərinə səcdə edərdi, həsir üzərində də namaz qılardı. İbn Qayyim Əl-Cəvziyyə, İğasətul Ləhfan, cild 1, səhifə 218. Belə olduğu halda xalça üzərinə səcdə etmək bidət sayılmalı deyilmi? Konkret olaraq xalça üzərinə səcdənin Quran və ya sünnədə dəlili varmı? Yoxsa namaz və səcdə məsələsinə gəldikdə bidət hökmü praktik olaraq qüvvədən düşmüş olur? Əziz qardaşım, lütfən bu 3 suala Quran və sünnə dəlilləri əsasında cavab verərdiniz. Xülasə, bu nümunələr açıq şəkildə göstərir ki, bidət anlayışını qardaşlarımız selektiv şəkildə tətbiq edirlər. Şiələrə nisbət versələr də, görünür qardaşlarımızın özləri bidətin nə olduğunu əsl mahiyyəti ilə anlamırlar. Belə ki, iddiaları ilə əməlləri açıq-aşkar uzlaşmır. Hər halda qardaşyana verdiyimiz bu suallar üzərində düşünməyinizi rica edirik.